Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaks TV-nin efirində alternativin növbəti canlı yayım buraxılışıdır. Mən istəyirəm öncə qonaqlarımı təqdim etməmişdən qabaq bugün Başlıbel qətliamından 32 il ötür. Kəlbəcərin kəndi bilirsiniz, ermənilərin törətdiyi qətliamdan biz öz keçmişimizi unutmamalıyıq. Çünki keçmişini unudan gələcəyə gedə bilməz. Və biz bugün gündəmin mövzularını müzakirə edəcəyik. Yeni Azərbaycan Partiyasından millət vəkili Ceyhun Məmmədov, siyasi şərhçi Şakir Ağayev və Milli Dirçəliş Hərəkatının partiyasının sədri Fərəc Quliyev ilə hər vaxtınız xeyir, xoş gəldiniz. Xoş gördük. Deməli, öncəliklə istəyirəm ki, bugün artıq tam olaraq netləşdi ki, Ceyhun müəllim, İran Türk prezidenti Məsud Pezeşkiyan 28 aprel tarixində 4 vali, 110 iş adamı və deputatlarla Bakıya gəlir. Və biz bilirik ki, Pezeşkiyan bu tərkibdə İran prezidentinin xatırlamıram, belə olubmu belə bir səfəri, çox böyük bir tərkibdə olan səfərdir və onu da bilirik ki, 25 ildir ki, Şimal-Cənub dəhlizi məhz İranın ucbatından bağlı qalır. Biz Pezeşkiyanın Bakı səfərindən, həm də bu tərkibdə Bakı səfərindən nə gözləyirik, nə ola bilər? Son vaxtlar bilirsiniz ki, İranla Azərbaycan münasibətləri də gah gərginləşir, gah mülayimləşir. Ümumiyyətlə, bu səfərdən nə gözləyirik? Mən də öncə Başlıbel faciəsi münasibəti ilə, səbəbi ilə xalqımıza başsağlığı verirəm. Biraz bundan əvvəl biz bir tədbirdə idik. Azərbaycan xalqının başına bir çox faciələr gətirilib, ondan biri də Başlıbeldir. Allah rəhmət eləsin, yerdə qalanlara can sağlığı versin. İranla bağlı məsələyə gəldikdə, bu hər zaman cəmiyyət tərəfindən də, media tərəfindən də çox diqqətlə izlənilib və hər zaman bu məsələ ətrafında geniş müzakirələr aparılıb və bir müddət bundan əvvəl cənab prezident Adada keçirilən tədbirdə də bu məsələyə çox geniş bir formada toxundu və Azərbaycanın mövqeyini açıqladı. Burada Azərbaycan ictimaiyyəti uzun müddətdir bu səfəri gözləyirdi. Yəni nəzərə alaraq ki, onun Azərbaycanlı olması və zaman-zaman Azərbaycan dilində danışması da bizim cəmiyyət tərəfindən hər zaman diqqətlə izlənilibdir və o prezident seçilərkən də bizim insanlarımız da onun münasibətlərimizə, ümumiyyətlə oradakı Azərbaycanlılarla bağlı prosesə töhfə verəcəyi ilə bağlı çox böyük gözləntilər vardı. Burada digər bir mühüm məsələ isə siz qeyd etdiniz. Əslində biz uzun müddət İranla bir gərginlik yaşadıq və bu gərginliyin əsas səbəbkarı da İran idi. Bəli. Və bu Azərbaycanda çox geniş rezonans doğurdu. Xüsusilə də bizim səfirimizin əməkdaşlarına qarşı törədilən hadisə və buna da yenə cənab prezident toxundu. Və artıq bizim münasibətlər düzəlmək üzrədir. Yəni Azərbaycan rəsmiləri İrana səfər etdilər. İran rəsmiləri Azərbaycana səfər etdilər və artıq münasibətlərin biz düzəldiyini görürük. Burada mən bütün verilişlərdə bunu deyirəm. Ümumiyyətlə Azərbaycan cəmiyyətində İrana qarşı bir həssas münasibət var və bəzən biz bunu sosial mediada da görürük. Biz bir məsələni nəzərə almalıyıq ki, İran bizim qonşumuzdur. İran güclü dövlətçiliyi ənənələr olan bir dövlətdir və bizim ortaq müəyyən tariximiz də var. Və ən önəmlisi isə bugün İran ərazisində çoxlu Azərbaycanlılar yaşayır. Və ona görə də bizim İranla münasibətlərimizin inkişafı çox önəmlidir. Amma burada digər bir mühüm məsələ, Pezeşkiyanın səfəri ilə bütün məsələlər həll olunacaqmı? Burada vacib məsələ odur ki, bugün bizim təhlilimiz onu göstərir ki, İranda ikili baxış var. Bir, mühafizəkarların yanaşması və baxışı. Bu biraz radikal baxışdır və görünən odur ki, bir sıra məsələlərdə yəni mühafizəkarlarla islahatçılar arasında, konkret olaraq Pezeşkiyanın aparatı arasında müəyyən məsələlər ətrafında fikir ayrılığı var. Yəni biz bunu İqtisadiyyat Naziri məsələsində də gördük, bir sıra istefalarda da gördük və burada bu səfərdə çoxlu sayda iş adamının gəlməsi də və xüsusilə də söhbət həm də Azərbaycanlılardan gedir. İran hazırki ağır durumda
çalışır ki, region ölkələri ilə öz əlaqələrini daha da gücləndirsin və xüsusilə də iqtisadi əlaqələri möhkəmləndirsin və gücləndirsin. Qaldı ki, sizin dediyiniz layihə məsələsinə gəldikdə isə mən hesab edirəm ki, bu növbəti dönəm ümumiyyətlə biz dəhlizlər üzərində rəqabətin, savaşın artdığını görəcəyik. Və o mənada məndə artıq bir ciddi inam var ki, Rusiya da bu məsələdə maraqlıdır. Yəni çünki bunun ciddi əsasları var. Azərbaycan yaxşı bir infrastruktur yaradıbdır və bu infrastrukturdan istifadə edərək yüklərin daşınmasını biz həyata keçirə bilərik. Ümumilikdə bütün hallarda bu səfər çox önəmlidir. Amma buradan çox ciddi nəticələr məsələsinə gəldikdə, bəli, yəni bu asıl çünki İranda bilirsiniz, mürəkkəb bir idarəçilik prosesi var. Burada əsas rolu oynayır ali dini lider. Onun komandası, ona görə bu amili də nəzərə almalıyıq. Amma biz çox ümidliyik, inanırıq ki, çox ciddi nəticələr olacaq. Əziz dostlar, dəyərli izləyicilər, yayını bəyənib paylaşın, eyni zamanda suallarınız varsa verin və xahiş edirəm suallara qısa cavablar olsun, həm də diskussiya formatında olsun. Yəni heç gözləməyin ki, kimsə fikrini bitirir. Yəni replika varsa deyə bilərsiniz. Onda daha mənə belə gəlir ki, maraqlı olur. Buyurun Şakir bəy, sizin fikirlərinizi alaq, sonra Fərəc bəyə sualımız olur. Demək, Zanan, Ceyhun müəllim ətraflı toxundu. Yəni İranda görkən liberal və mühafizəkarlar var. Amma görünməyən, İran əslində qalsa 3 qrupa tərəfindən idarə olunur. 2 yox, hətta 3. Birinci hansıdır? Sepah. Sepah əslində yox, mühafizəkarlardır. Amma Ceyhun müəllim, bəzən hətta Sepahın özünün içində qruplar var ki, hətta mühafizəkarların razılaşmadığı daha radikal deyək qruplar var ki, Sepahın generalları, biz bunu şahid olmuşuq. Hətta mühafizəkarlar Azərbaycanla münasibətlər düzəltmək istəyəndə bir Sepah generalı çıxıb elə bir formada deyib ki, o münasibətlər təzədən korlanıb. Ona görə bu dini liderdir, Sepahdır və sözsüz ki, prezidentdir. Mən deyim, orada ən az səlahiyyət olan elə mən tam razıyam, prezidentdir. Yəni, prezident bunların ikisinin tam razılığı olandan sonra müəyyən bir fəaliyyət həyata keçirir. Dini lider, Sepah və ondan sonra prezident müəyyən addımlar atır. Sözsüz ki, Ceyhun müəllim toxundu, adada ölkə başçısı göstərdi ki, bu məsələlər bir anlığa düzələn bir məsələ deyil. Biz hələ də Azərbaycan səfirliyinə olan terror aktının günahkarının edamını görməmişik. Baxmayaraq edam hökmü verilib, amma həyata keçməyib. Bu bir reallıqdır. Və eyni zamanda onun arxasında duran qüvvələr hələ üzə çıxmıyıb ki, bu adam öz başına gəlib bu işi görməyib ki, arxasında müəyyən qüvvələr olub ki, Azərbaycan-İran münasibətlərinin korlanmasında Azərbaycana zərbə vurmaq üçün təbii ki, bu qüvvələr olub ki, o qüvvələr də açılmayıb. Baxmayaraq məhkəmə prosesi də olub, məhkəmə də qutarıb, edam hökmü də oxunub. Gərginliyi bilirik. Bəli, amma İran bugün üçün 100 nəfərlə gəlir. İran bugün üçün çətin durumda olduğundan eyni zamanda məcburdur Azərbaycanla münasibətlər düzəlsin. Baxın, İsrail-İran, İran-ABŞ qarşıdurması. Regionda hər an bu qarşıdurma partlaya bilər. Yəni İsrail, Amerika Birləşmiş Ştatları İranın hətta danışıqlarını istəmir. Dünən Bloomberg'in verdiyi məlumat ki, Netanyahu qəti surətdə çalışır ki, heç bir danışıq alınmasın, may ayında müharibə başlasın. Yəni, Trump istəmir hələ. Dünən Trump'ın da bir açıqlaması oldu. Bəli, Trump'ın da bir açıqlaması oldu ki, mən hələ müharibəyə yox deməmişəm. Yəni, bunu da deyir ki, mən müharibəyə yox deməmişəm. Bugün Abbas Arakçı Moskvada görüş keçirib Lavrovla, dünən Putinlə görüşüb. Dini liderin məktubunu Putinə verib, Putin dini liderə bir məktub yollayıb. Və orada Arakçının çox önəmli açıqlamaları var. Bir, deyir ki, biz Amerikanın niyyətində artıq bir ciddilik gördük. İran ilk dəfədə bunu deyir. Halbuki, qəti surətdə deyirdi ki, biz Amerikaya heç bir danışıq aparmayacaq, heç bir razılıq gəlməyəcək, bizim şərtlərimiz həyata keçməlidir və s. və Və eyni zamanda Arakçının bir sözü də var. Deyir, bugün üçün, biz İran üçün ən önəmli məsələlər, məncə o müəllim sözünə gətirirəm ki, Rusiyada müəyyən maraqlıdır bu münasibətləri düzəlib bu yolların asılmanda. Arakçı bugün Lavrovla görüşündə deyir ki, biz artıq bütün regional dünya məsələlərini ilk növbədə gəlib Rusiya ilə məsləhətləşəcəyik və Rusiyanın rəyini alacağıq. Bu ilk növbədə təbii ki, Amerika Birləşmiş Ştatları İran danışıqlarına aiddir. Çünki Lavrov dedi ki, hətta Rusiya vasitəçi olmağa hazırdır. Çünki bu Omanda keçirilə bilər, Rimdə keçirilə bilər, amma ortada bir güclü vasitəçi olmalıdır ki,
qarant götürsün üzərinə ki, İran üzərinə götürdüyü qarantları üzərinə götürəcək pozmuyor. Ona görə bu dünyadakı İranın regiondakı gərginlik, sırf Hamasla bağlı, Hizbullah ilə bağlı, Husilərlə bağlı bütün məğlubiyyətləri İranı məcbur edir ki, Azərbaycanla bu münasibətləri qursun. Mən əsasən bunda görürəm. Deməli, Fənəc bəy, Ceyhun müəllim də toxundu o məsələyə, ali dini lider məsələsinə. Əlbəttə biz bilirik ki, İranda dövlət rəhbəri ali dini lider hesab edilir. Və Pezeşkiyanı ilk olaraq cənab prezident təbrik etmişdi, hətta onu ilk dəfə Azərbaycanı da dəvət etmişdi, amma bu dəvət və bu səfər uzanırdı. Nə baş verdi, nə dəyişdi ki, Azərbaycana qarşı bu qədər kinli, qəzəbli mövqedə dayanan İranın ali dini lideri Pezeşkiyanın Bakı səfərinə izin verdi, həm də böyük bir heyətdə. Bilirsiniz, vəziyyət indi belədir ki, Azərbaycan tərəfinin istənilən qonşu dövlətlə münasibətlərdə üzü ağdır. Yəni bir münasibətdə körlanırsa, Azərbaycan tərəfdən təşəbbüs olmur. Azərbaycanın siyasətində prioritet sıfır problemli qonşuluq siyasətidir. Yəni heç kimlə problem yaratmaq istəmir. Hətta Ermənistanla belə. Bugün Ermənistanla sülh danışıqları gedir. Biz danışıqların əslində müəllifi bizik, biz təklif eləmişik. İndi Ermənistan özünün sülh yaradıcı kimi göstərməni baxmayaraq. Azərbaycan prezidenti tərəfindən ilk dəfə 5 prinsip təklif olundu və onun ətrafında söhbətlər başladı qurulmağa. Bizə 30 il zərər verən bir dövlətlə də bölgədə sabitlik olsun deyə danışırıq. İran tərəfindən də bizim münasibətlər dövrü olaraq həmişə dəyişkən olubdu, amma bizim tərəfimizdən həmişə yaxşı tərəf dəyişkən olması üçün cəhdlər olubdu. Məsələn, biz indi bir neçə səfərlər oldu qarşılıqlı falan, indi əvvəlki tarixə getmək istəmirəm. Ardınca Ərdəbil Mollasının Azərbaycan prezidentinin ünvanına ki, Azərbaycan prezidenti bir fərd kimi qəbul olunmalı deyil. O, Azərbaycan xalqının təmsilçisidir, dövlətin təmsilçisidir. Ona olan təhqir Azərbaycan dövlətinə olan təhqirdir. Çox başından böyük danışıqlar elədi və hətta ölkə prezidenti də bildirdi ki, mən İran rəhbərliyinin reaksiyasını istəyirəm. O reaksiya bu günə qədər yoxdur. O molla nəinki işdən azad olunmadı, istəmədi, dövlət səviyyəsində istənilmədi. Bu günə qədər heç bir reaksiya olmadı. Ondan əvvəl o bizim səfirliyə olan baskı dövlət olan baskıdır, o bizim ərazimizdir. Orada öldürən insan Azərbaycan ərazisində öldürülən insan deməkdir. Yəni ora bizim ərazimiz sayılır səfirlik və əslində bu müharibə səbəbi olan məsələ idi. Azərbaycan tərəf yenə susdu. Ya təlimlərdə, ya başqa məsələdə bir balaca yaxın tarixə qayıtsaq belə İranın nə qədər Azərbaycana qarşı davranışları varsa, bunu siyan uzatmaq olar, bunu da hamımız bilirik, amma deyək ki, bir münasibətlər salmana salan yerdə çox təftişçilik də axtarmaq ehtiyacı olmur deyən onları çox getmək zərurəti yaramır. Amma İran tərəfi Azərbaycan tərəfinin istənilən jestinin sonrası Azərbaycana qarşı bir hərəkət edibdilər. Və çox ciddi prinsipal məsələlərdə də Azərbaycana əleyhinə gediblər. Məsələn, Ermənistan-Azərbaycan münasibətləri Azərbaycan ədalətli tərəfi idi ki, bizim qırmızı xəttimiz burada Ermənistanın ərazi məsələsidir. Tələm tərəzi gətirib Zəngəzurda qafanda bir tövlədə bir konsulluq açması. Və yaxud da ki, təlimlər keçmə məsələsi. Son təlimdə yenə ortadadır. Və yaxud da bizim ordumuz hücum edən vaxt Zəngiranda qarşısını kəsməsi. Gürcistan da qonşu dövlətdir. O gün rəhbəri bura gəlmişdi bizim ölkə prezidenti ilə. Çox yaxşı münasibətləri. Onlar da təşəkkür elədilər ki, Gürcistanın ərazi bütövlüyünü Azərbaycan tərəf tanıyır. Bu çox mühüm amildir. Belə Rusiyanın aqressiv vaxtında, belə vaxtında Azərbaycan tərəfinin Gürcistan ərazi bütövlüyünü tanıması qonşu dövlət üçün çox böyük bir avantajdır. Yəni, Gürcistan belə o müharibə vaxtı zirehli gödəkçələri buraxmadı Ermənistana, xatırlayırsınız. Amma M2 yoluna 900 ton silah-sursatı İran tərəfi buraxdı. İndi mən demək istəmirəm ki... İndi də davam eləyir. Fransadan, Hindistandan gələnlər məhz İran yolu keçirlər. İranın o qədər minusları var ki, Azərbaycan dövləti ayağına hansı formada gəlsə belə, Azərbaycan dövləti onu bağışlasa böyük şeydir. Mən arzulayıram ki, bütün Azərbaycanlılar, hamımız arzulayırıq ki, bizim heç bir qonşudan konfliktimiz olmasın. Biz əməkdaşlığımızda qazan-qazan prinsipi ilə istəyirik iqtisadi münasibətlər sahmanında olsun və istənilən barışın da ən yaxşı sığortası budur. Biz nə istəyirik? Zəngəzur dəhlizi açılsın, hamı qazansın. İran nə edir? Buna kimi qoymur. Siz bayaq toxundunuz ki, şimal-cənub dəhlizi ilə bağlı olaraq da 15 ildir Astara-Rəşd yolunu adam bloklayıbdır, bu dövlət bloklayıbdır. Hətta Azərbaycan tərəfi təşkil edir ki, pul da biz veririk, amma açın. Hələ bir miqdarda pul vermişik biz bunları. Son vaxtlar baş verən o göstərir ki, İran ümumiyyətlə
Bu Zəngəzur dəhlizinin açılmasına maraqlı deyil orta yolda və fərqli bir siyasət var ortada. Biz son zamandakı bir söhbət ortaya çıxdı 3 Türkiyə Respublikasından. Məlumdur ki, Çin İranın Bəndər Abbas limanını icarəyə götürübdür. Və orada genişləndirmə işləri aparır. 2 limanlı. Çinin dənizdən çıxıb Avropaya getməsi üçün hansısa limanda bir dayanıb getməsinə ehtiyac yoxdur. Bəli. Məqsəd sadəcə olaraq Orta Asiyadan gələn xətti Qazaxıstan, Özbəkistan, Türkmənistan, İranın Bəndər Abbası dəmir yol xəttinin dayanıb yüklərin qəbul olunması və yola salınmasıdır. Burada da İran neçə illər əvvəl düşünülmüş bir şəkildə Zəngəzur dəhlizinə görə mane olur ki, həm bu olsun, həm də özün ki biz indi haçılanmış bir yol xəritəsi qoymuş Azərbaycan tərəf ki, Zəngəzur yubanarsa İrandan keçən xətt olsun, yüklər də oradan qəbul edilsin. Bütün hallarda Azərbaycan həm də iqtisadi tərəfdən mane olmağa çalışırlar bunlar. Bəli. Ona görə mən İranın bu gəlibdilər, münasibət saxlamağa çalışırlar falan. Hesab edirəm ki, məsəl üçün o prezidentlə olsa, göründüyü qədər o habitusundan, həkimlərin belə bir deyimi vardı, davranışlarla, millətlə bağlı bir adamdır. Özü unutmayıb, kimliyini unutmayıbdır. Amma adam 2 kəlmə türkcə şeir deyil, bir dənə fars məmur gətirib qabağına pitik qoyur ki, səsini Bu kəs. yaxınlarda yenə də ona inat yenə türkçə bir Şey şey dedilər. Yəni Bir- onun iki gün buna bundan gəlib əvvəl. bir şey eləyə biləcəyinin mən onu düşünmürəm. Sadəcə bir indi sizin o sualınızın sonuna gəlirəm, ola bilər uzun cavab oldu. Sadəcə olaraq zərurət olaraqdan İranın vəziyyəti pisləşdiyinə görə Azərbaycan çox ciddi şəkildə ehtiyacı var. Azərbaycan bu günləri bu bölgədə bütün böyük layihələrin müəlliflərindən birisidir və müəllifi olmayan layihələrin də burada həyata keçməsi Azərbaycanın okey olmadan mümkün deyil. Azərbaycan artıq bölgənin lider dövlətindən dünya siyasətində aparıcı yerlər çıxmış bir dövlət halına gəlibdir. Və Türkiyə-Azərbaycan tandemi artıq nəinki burada, Qafqazda, hətta yaxın şərqdə başqa yerlərdə əhəmiyyətli rol oynamağa başlayıbdır. Bu günləri İsrail-Türkiyə münasibətlərində Azərbaycanın vasitəsini görür. İlk qarşıdurmada Azərbaycan prezidentinin şəxsi təşəbbüsü ilə barış məsələsi olmuşdu. Bu gün də o proses gedir. O elə belə amil deyil. O bütövlükdə bölgədə, yaxın şərqdə sülhün təminatı üçün ciddi məsələdir və o sülhün təminatı yaxın şərq yeni şəkilləndirilməsində, belə obrazlı desək, əsas xəritəni ortaya qoya biləcək bir təşəbbüs də xırda məsələ deyil bu. Və belə vəziyyətdə Azərbaycanı qismən İran qazanmaq, necə ki İrana da bir deyək ki, tor atır ki, orada da oranı da qazansın. Bir görür ki, Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında vərgəl eləyir. Belə məqamda onu qapazlamaq olar. Son təlimlər də biraz ona bağlıdır. Azərbaycanı da indi bu cür yanaşır, amma məncə Azərbaycan çox həssas, hesablanmış, hər kəsin elədiklərində nəzərə alaraq və bundan sonra vizyonlarında nə olacağında bilərəkdən addımlar atacaqdır. Yox, investisiya qoymaq istəyir, buyursun. Bir hərəkət edəcək, buyursun. Azərbaycanın məncə bundan sonraki davranışı İranın elədiyi hərəkətlərə adekvat olmalıdır. İfadələrinə görə yox, deyimlərinə görə yox. İran bu günləri sadəcə məcburdur ki, qonşu dövlətlərlə əlaqəyə girsin. Çünki sanksiyalar vardı. İndi deyirlər İranı vurmaq falan. Bu yaxda burada səsləndi ki, Trump belədir. Trump İsrailə nüvə reaktorları İran vurmağa qadar qoydu. Və özü də böyük ehtimalla paket sanksiyalar tətbiq edəcək, qlobal yox. Sanksiyalar götürəcəkdir və özünün şirkətlərinin, başqa dövlətlər şirkətlər vasitəsilə neft satışını eləyəcəkdir. Mən müharibənin olmama səbəbinin birində ona görə belə düşünürəm ki, mən fərziyyəm də herhalde dostlarım da fikirlərini hörmətlə yanaşıram. İranda müharibə olarsa neftin qiymətləri qalxar. Amerika bir müddət əvvəl OPEC ölkələrində qiymətin salması haqqında danışıqlar aparıb, hətta $40 civarında salmaq haqqında. Rusiyada ultimatum verilmişdi. Rusiyanın bu yaxınlarda neft və mazut daşıyan qara donanması var. Gizli tankerlər bloku vardı. Onun belə tapılması, ifşa olmasına bloklaması haqqında qərarları vardı. Və belə məqamda İranda müharibə yox. İranı sadəcə olaraq zəiflədib yerində tutmaq, İsrailə razı salacaq səviyyədə onun uran məsələsini həll eləmək. Çünki İran tərəfdən də dedilər ki, biz verərik o zənginləşdirdiyi məhsul, amma sanksiyalar götürülsün, bizim dondurulmuş valyutalarımızda qaytarılsın. Bir posta qaytardılar Cənubi Koreyadan. İndi bunu deməyimdə məqsədim budur ki, İran belə məqamda yaxındakı qonşularla da münasibətdə elə samana salmaq istəyir ki, əgər Amerikada yumuşaqsa, biraz sosial vəziyyəti dəyişsin ki, ölkədəki daxili intriqaları və vəziyyətlərdən qaldıra bilsin. Azərbaycan prezidentin və böyük heyətdə də tərkibdə çox Azərbaycanlıdır. Bura gəlmə səbəbi də əslində daxili auditoriya işləməkdir. Bəli, elə istəyirəm bu mövzunu yekunlaşdıraq, elə oradan gəlirəm o böyük heyətlə ki, bunların əsasən iş adamlarından ibarət olmasına.
bizdə təcrübə göstərir ki, 90'ların əvvəllərində müstəqilliyi yeni əldə edəndə bunlar bura bir axın eləmişdilər ki, humanitar yardım eləyirdilər və s. və axır. Mənə belə gəlir ki, baxmayaraq ki, bugün Pezeşkiyan, orada Azərbaycanlı prezident var, nə qədər ki o rejim var, biz Pezeşkiyanın özünün irəli sürdüyü ilk bir məsələ həllini tapa bilmədi. Dini lider ona hara qədər, hansı çərçivəyə qədər icazə verəcəksə nəyə razılaşmaq və deyilən kimi rejimə mən inanmıram. Oradakı rejim teokratik rejim var. Sözsüz. O rejimin rəhbəri istəyir türk olsun, istəyir fars olsun, nə olur olsun, onun Azərbaycana münasibətləri. Yox, Pezeşkiyan bizdən də çox türk olarsa da yenə o İranın prezidentidir. Bəli. Əziz dostlar, orada Zarman bir dənə qısa formata, yəni əslində o siz dediyiniz məsələnin başqa tərəfidir. Amma burada məsələ nədir? Bugün İranın daxilində çox ciddi problemlər var. İqtisadi problemlər var. Yəni İran maksimum dərəcədə çalışır ki, qonşu ölkələrdə müəssisələr yaratsın, öz məhsulunu ixrac etmək üçün. Biz bunu Ermənistan təcrübəsində görürük. Amma təkcə onun axı istəyi o məhsul. Yox, istəyi o məsələnin onun altında özünün ideologiyası. Yəni öz ideologiyası var, o ideologiyanı bu gün də yeritməyə çalışır. Sadəcə bunun o tərəfi də var ki, İran bizlə birgə müəssisələr yaratmaq istəyir, öz məhsullarını ixrac etmək istəyir. Çünki İran hazırda ciddi bu təzyiqlərdən əziyyət çəkir. Yəni İran üçün Azərbaycanla ticarət mübadiləsini artırmaq, Ermənistanla və Rusiyanla artırmaq bugün prioritet məsələlərdən biridir. Sizin dediyiniz məsələ isə bu hər zaman aktual olacaq, olacaq media pərdəsi altında da, ticarət pərdəsi altında da, başqa fəaliyyətlərdə də. Amma burada bir reallığı da biz nəzərə almalıyıq ki, yəni bunun həm də məqsədi o iqtisadiyyatla bağlı İranın daxilindəki proseslərin qarşısını almaq, ixracı artırmaq, birgə müəssisələr yaratmaqdır. Mən istəyirəm keçək Ermənistan-Azərbaycan məsələsinə. Belə ki, biz Paşinyanın son vaxtki açıqlamaları da hamınıza bəllidir, amma Paşinyan hər dəfə belə müsbət açıqlamalar verir, sonra yenidən U dönüş eləyir. Eyni zamanda ilk dəfə Gürcüstanda üç tərəfli görüş başladı, amma Rusiyanın da münasib mövqeyi heç gecikmədi. Zakharova dərhal açıqlama verdi ki, biz öz köməyimizi etməyən demokratiya və demokratiya təcrübəmizi bölüşməyə hazırıq. Ermənistan-Azərbaycan arasındakı bax bu münasibətlər hara gedir, nə vaxta qədər olacaq? Artıq 5 ildir biz müharibəni bitirmişik. 5 ildir də hər gün Paşinyan deyir ki, biz bu ilin sonuna qədər imzalayırıq, bu ilin sonuna qədər sülh bağlayırıq, biz hazırıq, amma nəticə onu göstərir ki, bu sadəcə sözdən ibarətdir və 5 ildir də sülh müqaviləsi imzalanmır. Nə vaxta qədər davam edəcək bu fikirlər? Yəni bu məsələyə düzgün qiymət vermək üçün bir neçə aspektdən yanaşmalıyıq. Birinci aspekt Ermənistanın daxilindəki proseslərdir. Yəqin ki, siz də izlədiniz, Sarkisyanın bir geniş iclası oldu və orada yenidən revanşizmə hesablanmış ciddi çağırışlar oldu. Əlbəttə, indi bu Paşinyanın bir-birinə davamlı olaraq zidd bəyanatlar verməsi, silah alması, hərbi büdcəni artırması, bütün bunlar həm də onu göstərir ki, Ermənistan sülh müqaviləsində tam istəkli deyil. Yəni Ermənistan bu prosesi uzatmaq istəyir. Amma burada daxildə də o problemlər ki var. Bilirsiniz, Ermənistan 2026-cı ildə seçkilərə gedir. Bəli. Və seçkilərdə həmişə Qarabağ kartı əsas kartlardan biri olubdur. Və bu gün də müxalifət indi müxtəlif rəqəmlər səsləndirilir. 50 min, 60 min, biraz yuxarı, biraz aşağı Qarabağdan olan erməniləri ətrafına yığaraq seçkilərdə güc nümayiş etdirməyə çalışır və burada kilsənin də mövqeyi bizə məlumdur. Birinci, yəni bu daxili faktorlar var. İkinci faktor, sual belə qoyaq ki, nə dərəcədə tutaq ki, Fransa sülh müqaviləsində maraqlıdır? Avropa maraqlıdır, maraqlı deyil. Rusiya nə dərəcədə maraqlıdır? Rusiyanın yanaşması ondan ibarətdir ki, proseslər 10 noyabr razılaşması əsasında irəliyə aparıldı və keçmiş münaqişənin tənzimlənməsi yalnız Rusiyanın vasitəçiliyi ilə ola bilər. Və sizin dediyiniz o bəyanat da onun ardından gəldi. Çünki əslində mən sizə bir məsələni deyim.
Yəni bu Azərbaycanın yaratdığı yeni bir reallıqdır. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov da dedi ki, bu bizim yaratdığımız, yəni Azərbaycanın yaratdığı yeni reallığın təsdiqidir. Buna mənə elə gəlir, o qədər də bizim media çox da diqqət yetirmədi bəzi medialara çıxmaq şərtinə. Biz artıq Vaşinqtonda, Brüsseldə, Moskvada görüşmürük. Biz Türkiyədə görüşdük. Antalya Diplomatiya Forumunda görüşdük. Yəni bu çox mühüm bir məsələ idi. Format dəyişikliyi idi. Format tamamilə dəyişikliyi idi və onun ardınca isə ən önəmlisi Xarici İşlər Nazirlərinin Gürcüstanda görüşməsidir. Əslində cənab prezident bu məsələni dəfələrlə qaldırmışdı ki, yəni biz 3 respublikanın iştirakı ilə bu məsələni həll edə bilərik. Yəni beləliklə hazırki bu formatda, hazırki reallıqda, yəni Azərbaycan özü Gürcüstan vasitəsilə bu prosesi irəli yapar. Əslində mən bir məsələyə də diqqət çəkmək istəyirəm ki, bir müddət bundan əvvəl Ararat Mirzoyan bir açıqlama verdi ki, biz Azərbaycanla birgə danışıqlarla daha çox nəticə əldə etmişik. Əslində də reallıq belədir. Yəni bütün bizim bu əldə etdiyimiz son nailiyyətlər, sərhədlərdəki görüşlər, komissiyaların iclasları nəticəsində əldə olunmuş nəticələrdir. Amma hazırki bu situasiyada biraz durğunluğun yarandığı bir dövrdə Gürcüstan formatı uğurlu bir formatdır və bu nəticə necə olacaq? Yəni mən düşünürəm ki, biz 2006-cı ilə kimi heç bir nəticə 2026-cı ilə kimi heç bir nəticə hələ ki gözləməməliyik. Yəni çünki bilirsiniz necədir? Yəni daxildə indi biz deyirik. Mənim gördüyüm odur ki, Paşinyan erməni cəmiyyətini hazırlamağa çalışır. Onun bir müddət bundan əvvəl o dəhlizin keçəcəyi, kommunikasiyaların keçəcəyi əraziyə səfəri, orada əhali ilə söhbət etməsi, müəyyən açıqlamalar verməsi də ictimai rəyin və Ermənistan cəmiyyətinin nəbzinin öyrənilməsinə hesablanmış bir addım idi. Yəni ümumilikdə götürdükdə əlbəttə biz sülh müqaviləsinin ən qısa zamanda imzalanmasını istəyirik, amma burada Azərbaycan qələbəsini təmin edib, yeni reallıq yaradıbdır, möhkəmləndiririk. Yəni lazımdır, amma mən bu məsələni elə belə demədim. Yəni nə qədər ki burada Qərbin, Rusiyanın, bir sıra dövlətlərinin, indi biz deyirik, baxın, yəni erməni diasporu nə dərəcədə bu proseslərdə baxın fəaldır. Maraqlıdırmı nə dərəcədə? Yox, maraqlı deyil, onlar ancaq pozmaqla məşğuldurlar. Yəni bu istiqamətdə çalışırlar. Bilirsən, mən o terminlə, yəni proqnozla razıyam. Hətta mən dərdim 2027-yə qədər sülh müqaviləsinin bağlanması, mən gözləmirəm niyə. 2026-da seçkidir. Paşinyanın fikri var ki, 2027-də konstitusiya referendumu keçirilsin. Ermənistana qəti şürətdə deyilib ki, konstitusiyada dəyişiklik edilməyənə qədər heç bir sülh müqaviləsindən söhbət edir. Bilirsə, sülh müqaviləti belə bir şeydir. Bir bənd razılaşmırsa, demək heç nə razılaşmır. Bu diplomatiyanın qanunudur. Bir bənd razılaşmırsa, demək heç nə razılaşmır. Yəni bir konstitusiya dəyişiklik eləmirsə, demək 17 bəndin 16-sı da hələ sual altındadır. Hətta razılaşdırılırsa da, demək diplomatiyada heç nə razılaşdırılmayıb. Çünki özü əsas bənddir. Qaldı Paşinyan, biz bilirik, səhər bir söz danışır, axşam bir söz danışır, manevr eləyir. Paşinyan sadəcə olaraq həm daxildəki proseslər sözsüz ki, böyük rol oynayır, həm də Paşinyan dünyada, beynəlxalq aləmdə gedən proseslərin nəticələrini gözləyir. Heç kimə sir deyil ki, bugün üçün Fransa Avropa Birliyinin lokomotivliyin, rəhbərliyin ələ götürüb. Biz bunu Mərkəzi Asiyadakı sammitdə gördük ayın 4 apreldə. Biz bunu dünən Parisdə keçirilən Amerika, Fransa, Almanya, İngiltərə, Ukrayna sammitində gördük Makronun fəallığın. Biz bunu Cənubi Qafqazda, Ermənistan simasında daha çox görürük. Fransa öz məqsədlərinə çatmaq üçün bu sülh müqaviləsinə tam mane olur. Sözsüz və heç kimə də şübhə yoxdur. Çünki yenə deyirəm, Şolzun dövründə Almaniyanın bir boşluğundan... İndi Merz qayıdıb, təbii ki, o Almaniyanın rəhbərliyini geri qaytarmaq istəyir. Amma bu bir çox ağır prosesdə Almaniyanın ikiz durumunda. Ona görə Ermənistan eyni zamanda gözləyir Rus-Ukrayna müharibəsinin nəticəsini. Sözsüz ki, bu Ermənistan üçün çox mühüm. Çünki Ermənistan, baxın,
Avropa Birliyinə namizədliyin müzakirə edir Ermənistanda, eyni zamanda Avrasiya İqtisadi Birliyindən çıxmaq istəmir. Ermənistan hər ikisinin hələlik ortasında qalıb. Avropa Birliyinə mesaj verir. Biraz da elə Rusiya tərəfə. Biraz da bəli, manevrlər eləyir hərdən o tərəfə də bir meyl eləyir. Yəni DS 26-cı ilə qədər sülh müqaviləsi xeyr. Aydındır. Buyurun Fərəz bəy. Ermənistan əslində üzdə sülh müqaviləsinə tələsək göstərsə də etdiyi hərəkətlərlə onun hələ olmasını istəmədiyini göstərir. Məsələn, nədə? Mirzəyan dedi ki, biz bunu Türkiyə dedi. ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sənəti sülh müqaviləsi olan günü imzalaya bilərik. Gətirdi bağladı sülh müqaviləsini onu. Yəni ona qədər bağlamaq istəmirlər bunlar sülh müqaviləsi olana qədər. Bunun altında iki ciddi məsələ yatır burada. Bu yəni elə bir ifadə deyil. Minsk qrupu münaqişə üçün yaranıbdır. Bu o deməkdir ki, münaqişəni biz həll olunmuş hesab eləmirik. Bu bir iddialar var altda. İkinci, bu yaxınlarda dünən yenə Qarabağdakı separatçılar yenə başladılar hayküy salmağa. Bəzi dövlətlər onların ermənilərin öz könüllü Azərbaycandan getmiş ermənilərin bura qayıtmasına bağlı müəyyən ifadələr işlədirlər. Həm də bu Minsk qrupunun bu missiyanla bağlı olaraq da çalışdırmaq istəyi ola bilər. Bu məsələnin bir tərəfidir. İkinci sülh müqaviləsinin bağlama məsələsində Azərbaycan tərəfi qoyduğu konstitusiya ilə bağlı məsələ vardı, müddəa vardı. Paşinyan iki halda bunu gecikdirməkdə maraqlıdır. Bir, istəyir ki, seçkiyə qədər bunu eləməsin. Eləyərsə seçici itirəcəkdir. Çünki orada revanşistlər Ermənistanın böyük Ermənistan ideologiyasının nəzəri bazası dağıldı deyə hayküy sala bilər. Təsəvvür edirəm, Gümrüdə artıq bunu yaşadı. Bəli. Gümrüdə yaşadı o məlumiyyəti. Bəli, Gümrüdə yaşadı artıq bu məlumiyyəti. Ona görə bu məsələni özünün dövründə eləmək. İkinci, fikirləşir ki, ən pis halda seçkini uduza bilərsə, seçki uduzluq dövrdə hakimiyyətə gələcək revanşist qüvvələrin tez hakimiyyətə getməsi üçün bu konstitusiya dəyişikliyi onların boyuna qoysun. Əgər eləməzlərsə Azərbaycan tərəfindən zərbə alacaqlar onda. İki halda da Ermənistan cəmiyyəti deyəcək ki, siz müharibə gəldiniz, törətdiniz, biz siz istəmirik. İkinci, siz gəldiniz ya da ki, bu konstitusiya dəyişikliyi elədiniz. İkisi də Paşinyan xeyirli işləyər. İkinci istək də budur. Rusiya tərəfində istəməməyə aydın məsələdir ki, bir müddət ona görə yubatdı ki, indi Zaxarova bunu qəhrəmanlıq eləyir ki, biz kömək eləyərik falan. Bəli. Neçə ildə bu kömək eləməlisən, sən üstünü təhdid götürmüsən. Əslində, orada moderator olmaqdan başqa imzası var. Bu təkcə moderator deyil. Bu həm də tərəfdir burada. Üzərində təhdid götürübdür ki, 9-cu bəndən bağlı olaraqdan Zəngəzur dəhlizi açılmalıdır. Sən bunu indiyə qədər reallaşdırmamısan və eləyə bilərdin. Sadəcə özü yubadırdı ki, Paşinyanı dəyişsin, özünə uyğun olan revanşistləri iş başına gətirsin və o zaman yol açsın ki, Ermənistana nəfəslik verilməsin. Paşinyan dövründə nəfəslik verilməsi, Ermənistanın sosial vəziyyətinin yaxşılaşması və Rusiya təzyiq imkanlarının azalması demək olardı. Və indi düşüb əl-ayağa belə danışması ki, mən burada istəyirəm ki, arada olum, indi burada hörmətli dostlarımız da toxundular o məsələlərə. Bizim üçün ən sərfəsi Azərbaycan və Ermənistan birbaşa danışmalıdır ki, danışırlar. Və indi cəmiyyət də bilməlidir ki, proseslər bizim xeyrimizə gedir. Yəni, əslində Azərbaycan və Ermənistan sənəd, hər hansı bir sənəd hazır olandan sonra sabahki icrası olacaq, onu da üzə çıxarırlar. Danışıqlar gedişatında məsələlər haqqında məlumat verirlər. Sizin fikriniz necədir? Yəni, hələ imzalanmayacaq. Seçkiyə qədər məncə imzalanmayacaqdır. Zar bəy, bir dənə əlavə eləmək istəyirəm. Paşinyan tez-tez demək ki, Mirzayan, Paşinyan bir-birini əvəz edirlər. Tez-tez demək ki, biz bu dəqiqə qalırıq, o dəqiqə qalırıq. Bu eyni zamanda başqa bir məqsəddə görür. Beynəlxalq aləmdə sülhpərvər, sülh güvərçin bir dövləti yaradıb Azərbaycana qarşı beynəlxalq təzyiqləri gücləndirmə məqsədi daşıyır. Qərb tərəfindən, Avropa Birliyi tərəfindən ki, bax, biz istəyirik, Azərbaycan istəmir. Yəni bu məqsəddə var. Şakir bəy, açığı bizə bu gün sülh müqaviləsini tələb-tələsib alınmaq da səhvdir. Bizə lazımdır. Yox, mən o tədqiqə görə deyirəm. Birinci, burada Ermənistan tərəf tutaq ki, 17 bənd deyirik. Orada bir məsələ var. Beynəlxalq təsisatlardan şikayətləri geri götürmək. Ermənistan bizə nə şikayət edəcək, nə yer götürəcəksən ki? Əsas şikayət bizimdir. Bizim 30 ildir ərazimizi talamısan sən, soyqırım törətmirsən Xocalda, olmayan zərəri verirsən. Başlı bel qətliamından olsun. Tabii, indi sən bizə 480 milyard dolları ödəməliydin. Hələ bu Xamsün Kazımlının başçılığından prezident bir şey komissiya yaratmışdı o da.
O qiymətləndirmə hələ Qarabağ azad olunmamışdan çıxarılmış rəqəmdir Bəli, ya. bəli. Sonra çıxarında nə qədər orada hələ dağıntılar üzə çıxdı başqa məsələ. Sən bunu qaytarmalısan. Xəritələrini Bir məsələ bu məsələdir. İkinci bir məsələ var. Mən baxdım erməni tərəfinə başlayıb danışmağa ki, bunlar bizdə Azərbaycan deyir ki, bizim konstitusiya haqqında dəyişik olmalıdır, müstəqillik haqqı ilə bağlı. Azərbaycanın da müstəqillik haqqında göstərirlər ki, AXC dönəmində falan nəminə biz varisik. Adama deyirlər ki, sən özünü ifadə edirsən ki, AXC dönəmi, bəli, biz varisik və 22-ci ildə sərhədlər də götürülübdür aradan da. O Qafqaz Xalq Komissarlar Sovetinin qərarına. Bu yaxında elə Mirzayan O vaxt deyildi ki, Ermənistanın 60%. Ona qədər hətta o sərhədlər götürəndən sonra inzibati sərhədlər yaranıb. Ondan sonra bizim nə qədər ərazimiz götürmüşsünüz. Təkcə Zəngəzur dərsindən danışırıq. Meğri özü 29 ildə verib. Zəngəzur 20-ci ildə verildiyinə baxmayaraq, doğru mu? 70-ci illə qədər torpaqlar Bəli, 69-cu ilə qədər də Bəli, 47 yəni qədər 76-cı il xəritəsi ilə danışır. Biz ona görə yubanmamadıq ki, və mən həmişə bunu deyirəm, bu gün də sizin efirdən mən bilirəm siz çox izləyirlər. Elə demək istəyirəm ki, Azərbaycan tərəf sülh müqaviləsində gələcək nəsillərimizin manevi imkanlarını saxlamalıdırlar mütləq şəkildə. Gələcəkdə biz elə bir force major vəziyyət yarana bilər ki, biz o torpaqların geri qaytarılmasını reallaşdıra bilərik. Kimin halına gələr ki, məsəl üçün 10 il əvvəlki biz bu günləri sonradan Azərbaycana köçürülmüş o düşmənlərsiz bir Qarabağ görəcəyik. Şuşada bayrağımızı görəcəyik. Bu möhtəşəm bir hadisədir. Yəni mən Xankəndində. Yəni bu vəziyyətə görə bizim indi sülh müqaviləsinə tələsməyimizə də o qədər ehtiyac yoxdur. Elə Qərbi Azərbaycan məsələsi, icmaya Təbii, çərçivə sazişi ola bilər. İnsanlar var ki, Fərəc bəy, bu adamlar sağ deyə canlı insanlardır. Bu dəqiqə ayaqdadılar ki, adamı qovdular evindən, evini alıblar, eşiyini alıblar, hər şeyini alıblar, çıxardıblar. Elə onların biz geri dönmə məsələsini də bayaq istəyərdim sizdən soruşum. Bu sülh müqaviləsində əks elətdirə bilərikmi? Əfəndim, mən bir dənə ifadə deyim. Bizim partiya 2005-ci ildə formalaşanda biz Qərbi Azərbaycan departamenti yaratdıq. Biz departamentlər yaradan bir təşkilat o formalaşmışıq. Qərbi Azərbaycan Borçalı departamenti, Türk Dünyası və s. Biz o vaxt da istəyirdik ki, İrəvanın 385 illiyi ilə bağlı tədbir keçirmişik, Ulu məktəbinin dönəmi ilə bağlı Ulu Xanlı məktəbinin tədbirlər keçirdi və s. Bu gün artıq Qərbi Azərbaycan icması mümkündür və bu mövcuddur və bunun cənab prezident ciddi cəhdlə hələ ki Qarabağ azad olmamışdı, İrəvan haqqında, Qərbi Azərbaycan haqqında ifadələri qoydu ortaya. Mən də həmişə deyirdim ki, nazirlər, məmurlar qorxduğu məsələləri cənab prezident özü birbaşa bu məsələləri ifadə edir. Milli hədəfləri gizlətməzlər, cizdanı sualda gizlətməzlər. Bu bizim haqqımızdır, biz aborigen xalqıq, bizi buradan qovubdular. Bir var ki, bizə son 200 ildə gətirilmiş ermənilər var idi. Onlar gedib dünya haykü salır. Bir də var ki, bizim millətimizi öz yerindən də dərgin salıbdılar. Onlara 9000 kvadrat kilometr yer verilib, bugün onların əlində 9000 kvadrat kilometr bizim ərazilərimiz vardı. Ona görə mən hesab edirəm ki, sülh müqaviləsinə salınsa da, salınmasa da, o məsələ mütəmadi olaraq gündəmdə olmalıdır. Ermənistanın başqa danışıqlar, deyək ki, müstəvisində bu məsələ mütləq şəkildə danışılmalıdır və beynəlxalq aləm də məcbur eləmək ki, necə Qarabağla bağlı danışıqları. Gənclər bu məsələdə əl qoysunlar. Sözsüz ki, Zahar bəy, bu sülh müqaviləsinə salınmayıb və hesab edirəm ki, salınmamağının səbəbi də mən hesab edirəm düzdür. Yəni bu sülh müqaviləsinə salınarsa qarşılıqlı iddiamlar ola bilər. Onlar deyə bilər hansı erməni burada tarixi biz sizlə mən bir Qarabağlı kimi bilirəm ki, heç bir erməni orada tarixən olmuyor. Amma beynəlxalq aləm deyilən, qərb aləmdə deyilən ikili bir standart var. Və beynəlxalq aləm qalır. Yox, mən sizlə razıyam. Amma bizə qarşı gələndə istifadə edirlər də Zahar bəy. Bu bir gerçəklikdir. Yəni biz bu gerçəkliyi görməliyik ki, bizə qarşı gələndə istifadə edirlər. Ona görə Fərəq bəy dediyi kimi, bu daim danışıq predmeti olacaq, bunun üçün təşkilat da yaradılıb, daim məsələlər qaldırılacaq. O bizim əlimizdə bir argumentdir ki, həmişə bunu cənab prezident də deyir ki, bunlar getməlidirlər, bunlar qayıtmalıdır. Ən aşağısı dədə-baba yurtlarına rahat surətdə maşınla gedib onların qəbirlərini ziyarət etməlidirlər və Paşinyan da bundan qəti surətdə qorxmamalıdır. Yox, bizim heç bir iddiamız yox. Yox, sözsüz ərazi iddiası deyil, amma buyurun. Yəni burada çox önəmli bir məsələ var. Yəni biz hazırda Ermənistanla sülh müqaviləsini Qarabağa görə bağlayırıq. Yəni bizim bu gün əsas yəni müqavilənin mahiyyətində o durur. Konfliktin kökündə Qarabağ durmuşdur. Yəni ona görə də burada təbii ki, danışıqlarda Qərbi Azərbaycanla bağlı məsələlər müzakirə olunur
Və bu gün Ermənistanı ən ciddi narahat edən məsələ də budur. Yəni Ermənistan rəsmiləri də, Paşinyan özü də bütün görüşlərdə bu məsələni vurğulur ki, gəlin bu məsələni qaldırmayaq. Çünki onlar ondan çox narahatdırlar. Canlı adamlar. Ceyhun müəllim, hətta ittiham eləyirlər. Nəinki Yox, indi biz gəlirik. Yox, yəni ittiham başqa məsələdir. Yəni və hazırki yanaşma Çox ehtiyat edirlər. Doğru. Ondan bəri tamamilə doğrudur. Yəni mən bunu faktlar əsasında deyirəm və bizim bugün əsas hədəf və məqsədimiz birinci, Qarabağla bağlı müqavilənin imzalanması, məsələnin yekunlaşması. konfliktə nöqtə qoyulması. Amma qaldı ki, Qərbi Azərbaycanla bağlı məsələ məqsədimizə çatana kimi bu proses gedəcək. Əlbəttə. Və bu beynəlxalq hüquqa əsasən də, yəni burada indi Ermənistan Paşinyan deyir, Azərbaycan bizə qarşı ərazi iddiasını Azərbaycan sürür, Qərbi Azərbaycan deyir Ermənistan ərazisinə. Bu qəbul edilməz bir məsələdir. Faktlar var, bayaq siz də dediniz. Canlı şahidlər var. 80-lərin Bunlar- sonundan başladılar da 300 hətta adları dəyişdirməyə, kəndlərin Yəni adlarını. adları Hamısı deyən- baxın türk adları. Üçü Yəni şəkil ki, ali- elə indi də elədir. 300 min adamı çıxardı. Çıxardıblar. Bəli. Təkcə 80-ci illərin sonlarından 300 min adamdan söhbət gedir və Azərbaycan bu prosesdə Hələ ondan əvvəlki dönəmlər vardı. Dalğalarla Bəli, 48-ci yəni ildə Biz çıxarıb hələ canlı şahidləri deyirik də son dövrdə onlar biraz canlıdırlar. əvvələ doğru getsə, yəni 1 milyon civarında və İndi bəlkə də baxın, daha çox Ceyhun müəllim, o 1 adamla- milyondan çox insan deyirsiniz, bax deportasiyası. İndi görün bu qədər adam deportasiya olmasaydı, bu gün Ermənistan əhalisinin sayı Demografiya Azərbaycanlılar üstünlük təklif Bəli. edir. Ermənilər Bax, bundan ona indi görə- də qorxurlar Zahir bəy. Ona görə. İndi də Amma qorxuyor. indi istəyir Amma- qorxsunlar, istəyir qorxmasınlar. Təsəvvür edin ki, bax biz oturmuşuq burada, gəlir biri deyir ki, çıx buradan bayıra, bura mənimdir. Sən mənim əmlakımı necə mənimsəyə bilərsən? Mən adamlar tanıyıram, Qərbi Azərbaycan, İrəvanın mərkəzində adamın evi var. Adamı oradan çıxardıb qovublar. Sən necə qova bilər? Adamın evi Yəni var. indi necə qova bilərlər? Lev Ter-Petrosyanın müsahibəsini xatırlayaq da. Nə Hə. dedi? Dedi biz niyə bu siyasət həyata keçirdik? Açılan Çünki- müsahibəsi. Bəli, biz bu siyasəti həyata keçirməsək sizin dediyiniz kimi Azərbaycanlılar orada ermənilərdən çox idi. Çoxluq təklif. Bəli. Məqsədli şəkildə İrəvandan da, Zəngəzurdan da Azərbaycanlılar Göyçədən də hamısı. Göyçədən də köçüdülər ki, ermənilərin Ermənistanın Doğru. və ermənilərin əhalisinin sayını Bu artırsın. mövzunu yekunlaşdırırıq və bu qənaətə gəlirik ki, biz həqiqətən də çox böyük bir tarixin içində yaşayırıq. Ola bilər özümüz hiss etmirik bunu, amma Bəli. bəlkə də min illərdən sonra danışılacaq və haqqında dastanlar deyiləcək, yazılacaq bir tarixin içində yaşayırıq. Və nədənsə mən çox inanıram ki, biz çox xoşbəxt Tarixi ədalət nəsilik bərpa ki, olunacaq. Çox xoşbəxt nəsilik ki, biz Qarabağın azadlığını görmüşük. İnanıram ki, biz geri dönüşü də izləyəcəyik, Mütləq, görəcəyik və mütləq. geridə dönəcəyik. Və istəyirəm Fərəc bəyə sual verim, sonra belə gələk və verilişimizi yekunlaşdıracağıq. Dəyərli izləyicilər, yayımı bəyənib paylaşaq. Deməli Fərəc bəy, son günlər bilirsiniz ki, 4 türk dövləti, hətta Türkiyə mətbuatı bizi 12 milyara satdı deyə bunu tirajlayırlar. Məlum Kıbrıs məsələsi. Və Türk Dövlətlər Təşkilatının taleyi sizcə necə olacaq? Biz çox ümidliyik, çox indi də ümidliyik ki, artıq Türk Dövlətlər Təşkilatı birliyə çevriləcək, ortaq valyuta, ortaq iqtisadiyyat, ortaq ordu və burada bir xəyanət. Siz bunu necə yorumlayırsınız? Türk Dövlətlər Təşkilatı taleyi necə olacaq? Baxın, könül istərdi ki, belə bir hadisə baş verməz. Amma indiki halda proseslərə düşmənlərin xeyrinə bizim də o orta Türk, Asiyada Türk Respublikasına getməyimizlə onları pis vəziyyətə qoymağımızla düşmənlərin xeyrinə işləməyimiz Onlar pis vəziyyətə qoydu. Tamamilə razılaşıram. Mən bu mövzuyla bağlı münasibətlərim də vardı və aydındır. Ona görə sizdən başladım. Mən hələ 98-ci ildə bir transkontinental Turan bloku modelləşdirmişdim Yeni Dünya Üzəri kitabımda. Və mən bu mənim də içimdə olan bir şeydir. Türk Dövlətlər Təşkilatı haqqında düşüncələrim vardı. Nəzər baxımından ilk konseptual kitab idi. Bu gün onların bu addım atmağın səbəbi əslində Türk Dövlət Təşkilatının özünün biraz bəzi məqamlarda zəif davranışı oldu. Boşluqları Avropa İttifaqı doldurdu. Nədir? O 12 milyard söhbəti var. Doğru mu? Makron qisas almağa çalışır. Biri odur, bir də yol məsələsi, Zəngəzur yolunun uzanması, dolanması. Mən bayaq bir şeyə toxundum. İranın Bəndər Abbas limanının Çinin götürməsi məsələsi icarəyə götürübdür. Bir neçə müddət əvvəl Çin plus G5 görüşü keçirilmişdi. Türk
respublikalarından, həm də Tacikistan və Çin. Onun ardınca Amerika Birləşmiş Ştatları plus G5 görüşü keçirilmişdi. Blinken gəlmişdi səhv Bəli. etmirəmsə. O görüşlərdə hamı onun davasını eləyirdi. Onun ardınca Almaniyanın rəhbərliyi, sonra Fransa rəhbərliyi Orta Asiya getdilər. Urana görə gedirdilər, məhsullarına görə. Bunlar orada nə edirlər indi? Məqsəd nə idi bu Avropa İttifaqının? Avropa İttifaqında qərarlar konsensusla ki, qəbul olunur. Kipr oranın üzvüdür. Kiprin vəziyyətini yaxşılaşdırmaq və bu məsələlərdə veto qoymaması üçün o respublikaları məcbur ediblər ki, sən buna güzəştə gedəcəksin bu məsələdə. Biz bir yola çaq, o Bəndər Abbasın Avropaya çıxasan, ikinci sən yeraltı sərvətləri biz alacağıq, urandı falan da alacağıq. Mən nəyə görə birinci başlayanda səhvimiz TDT-dəki boşluqdan oldu deyirəm. Türk Dövlət Təşkilatı, Nədir orada boşluq? Türk Dövlət Təşkilatı bütün səyini qoyub Zəngəzur dəhlizinin açılmasını Azərbaycan tək qoymalı deyildilər, açılmalı idi bu. Bütün prinsiplərini. Qazaxıstanda, Qırğızstanda daxil olmaqla, Türkmənistana daxil olmaq, Ermənistana prinsip eləməlidir. Da gəlib bəzi dövlətlər orada soyqırımı ilə bağlı Ermənistanda Ahbab abidə qabağına gül qoymalı deyildilər. Yəni bir ortaq davranış olmalı idi. Bir məsələ bu, yəni ki, yol açılmalıdır. İkinci, orada yeraltı sərvətlər ki olan, xüsusən uran və başqa qiymətli metallar vardı. Onunla bağlı Türk dövlətləri özləri bir investisiya yatırmaq və onu özləri xam malı və yaxud da yarım fabrikatları əldə edib son məhsula çevirməlidir. Bəlkə yeri deyil bunu ifadə eləməyə, mən hər halda şəxsi fikrimdir, mən dövlət adamı deyiləm. Hesab edirəm ki, Türk Dövlətlər Təşkilatı artıq uran yataqlarımız vardı. Türkiyədə Akkuyu bir Atom elektrik stansiyası üçün baza yaranıbdır. Artıq uranın zənginləşdirilməsi üçün və atom bombasının, silahının əldə olunması üçün də işləri başlatmağa lazımdır. Və bu uranın son məhsula çevrilməsi Türk Dövlət Təşkilatı öz eləməlidir. Bu iki. Üçüncü bir məsələ vardır. Türk Dövlət Təşkilatı təhlükəsizliyini təmin etməyi ilə bağlı olaraq NATO tipli bir qərar qəbul etməlidilər, onu eləmədi, yubandılar. Nə? Orada 5-ci maddə var ki, bir Türk dövlətinə, bir dövlətə qarşı təcavüz olundu, hamısına təcavüz sayılır və orada iştirak edirlər. Türk dövlətləri onu eləməlidirlər. O, Orta Asiyada kənarda qalan Türk dövlətlərinin məcbur olma səbəblərinin birisi də təhlükəsizlik baxımı oldu. Çin ekspansiyası, Rusiya baskıları, Əfqanistanda Talibanın olması ki, əvvəl də oradan da İslamçı adlanan qruplar göndərmişdilər. Bu məsələ aradan qaldırmaq üçün Avropanın inteqrasiya edib investisiyasını yatırtmaq, təhlükəsizlik təminatı almaq və bu Çin, Rusiya, Türkiyə arasında balans yaradıb hələlik gözləmək məsələsi oldu. Mən haqq qazandırmaq mənasında demirəm. Hər halda bu məsələ mütləq şəkildə Türkiyə və Azərbaycan məhvərində olan bir təşkilatdır bu. Türkiyə və Azərbaycan rəhbərliyi ilə razılaşdırılmalı idi, danışılmalı idi altyapıda və yolunu tapmalı idilər. Məncə, indi orada düzdür, BMT-nin 2 qərarına əsasən Şimal Şipr Türk Cümhuriyyəti ilə bağlı olaraq tanımamaq kimi bir ifadə yer alır. Amma Kofi Annan planında, referendumda Şimal Türk Cümhuriyyəti, bizim cümhuriyyətimiz, birləşmə hə demişdilər, Yunanlar yox demişdilər, Yunanları Avropaya aldılar burada. Biz o məsələdə daxil olmaq, bəzi məsələləri qaldıra bilərik, bu bir. İkinci, biz yanlışı naxışa çevirməliyik. Mən burada yumuşaq bir yön ona görə seçdim ki, düşmənin ayır və qurut, gölqürtmə üsulundan bunları sıradan çıxart şeyinə fitva verməyək bizdə, əl qoymayaq. İndi məncə naxışa çevirmək yolu həmin Türk respublikalarının, həm də Azərbaycanın Şimali Türk Cümhuriyyətini tanıması ola bilər. Necə ki, Azərbaycan prezidenti Türkiyədə çox net şəkildə ki, Türkiyə tərəfindən çox böyük rəğbətlə bu qarşılandı. Mən baxıram, Türkiyə televiziyalarında hər kəs bunu çox böyük rəğbətlə qarşıladı məsələni. Dedi ki, biz sona qədər Şimali Türk Cümhuriyyətinin arxasında müstəqilliyini hamı tanıyana qədər, hətta belə bir ifadə də işlətdi. Bu tövrü Orta Asiya respublikaları qoymaqla məsələn kompensasiya eləmiyorlar və hesab edirəm ki, may ayının 22-sində yığışacaqdılar Türk dövlətlər respublikaları başçıları qeyri-rəsmi formatda, sonra rəsmi şəkildə Azərbaycanda yığılmalıdır. Orada bu məsələ məncə müzakirə olunacaqdır. Mən dedim bu məsələlər, investisiya qoyuluşu, NATO tipli bir qərarın verilməsi, Türk Cümhuriyyətinin tanınmasına bağlı edəcəklərmi? Məncə edəcək. Deməli, Şakir bəy, dün baxıram Türk mətbuatı yazır ki, bu ölkələr, bu respublikalar, Türk dövlətləri yalnız bir cürə öz günahlarını yuya bilərlər ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı hansısa bir addımlar atsınlar. Nə addım ata bilər? Mən gözləmirəm ki, onlar yaxın müddətdə Türk Kipri ilə bağlı addımlar atsınlar. Bayaq Fərəz müəllim dedi, orada BMT-nin, bəli, Kofi Annanın planı idi. Amma rəsmi bir bəyanat yox idi, rəsmi bir qərar yox idi BMT-də.
Bu bir plan idi. Bunları birləşdirmək üçün və əslində qalsa Yunan Kiprinin qanadı altında birləşdirmək üçün. Onu da Amma referendum keçirildi. Hə, amma 541-550 nömrəli qərar yoxdur. Yox idi. Fərhad müəllim. Bəli. Burada əsas məsələ o 541-ci qərar Fərhad müəllim dedi, ancaq Şimali Yunan Kiprinin tanınması. Amma ən faciəvi 550-yə qoşulmaqdır. 550-də göstərilir ki, hansı dövlət onu tanıyırsa, o separatçılıqda ittiham olunur. Yəni bu Türk dövlətləri ki biz deyirik, onlar birbaşa dolayısıyla yolla yox, birbaşa ora qol çəkməklə Türkiyəni separatçılıqda ittiham edirlər. Bunu gizlətmək də lazım deyil. Amma burada mən razıyam, müəyyən bir səbəblər oldu. Mən də razıyam. Türk Dövlətləri Birliyi güclü iqtisadi bir investisiya yaratmalıydı, bir fond yaratmalıydı. Dünən necə ki Qətərlə Rusiya yaratdı, bir 2 milyardlıq investisiya fondu, ayrı-ayrı bir dövlətlərdir. Biz böyük bir investisiya fondu yaratmalıydıq. Biz uranı Türk Dövlətləri Birliyinin sərvəti eləyib, Fransa alsın, Amerika alsın, kim alsın, dəxli yoxdur. Onlara birlikdə satmalıyıq həmən fondun hesabına. Biz bəli, necə ki Rusiya KTMT yaradıb, NATO yaradıb, biz bir hərbi blok yarada bilərdik. Bunların heç biri addım atılmadı. Bizdə ancaq ideya getdi. Turançılıq, Türk Dövlətləri Birliyi, şuarlar. Şuarların sonu gətirdi, buna çıxardı. Və bir də beynəlxalq aləm çox böyük təsir etdi. Beynəlxalq aləm nədir? Amerika Birləşmiş Ştatlarının Çinin ticarət davası burada Çinin ən çox təsir dairəsində olan Orta Mərkəzi Asiyada Çinlə Avropa Birliyinin maraqlarını birləşdirdi. Bugün Avropa Birliyi Çinlə maraqları birdir. Bu tarih məsələsinə görə bilirsiniz, Amerikanın tarih məsələsinə görə bugün Çin elan edir ki, mən Amerikadan artıq qaz da almıram. Bəli. Yəni bunlar hamısı öz rolunu oynadı. Sözsüz ki, bu Mərkəzi Asiya dövlətləri bu addımı atdılar və eyni zamanda mən tam onunla da razıyam. Zəngəzur dəhlizi məsələsi vaxtında açılsaydı, bəzən biz onu noyabr bəyanatına müraciət edəndə hamı deyir ki, yox bu, hamba 9-cu bənd vaxtında həyata keçsəydi, bunlar olmalıdır. Bilirsiniz niyə? Von der Leyen orada bir çıxış etdi. Cənab Prezident adı orada çıxışa toxundu. Paşinyanın sülh kəsişməsini Von der Leyen Mərkəzi Asiyada elan eləyir. Baxın, Azərbaycan, Ermənistan, Türkiyə. Türkiyədən bunlar Ermənistan vasitəsilə Türkiyə sərhəddindən bunlar Avropaya çıxmaq istəyirlər. Bu Paşinyanın əlindəki olan silahdır. Və Mərkəzi Asiya dövlətləri buna qoşmaq istəyirlər. Və demək olar ki, bir hardasa nail olur. Amma bunun da Avropa Birliyinin orada tam buna da nail olmağına bir mən şübhə ilə yaraşıram. Çünki dünyada gedən prosesdə ola bilər ki, bu proqramı yarımçıq qoysun. Fransa Cənubi Qafqazda, Avropa Birliyi Cənubi Qafqazda itirdiyi mövqeləri Mərkəzi Asiyada qazanmaq istəyir. Amma dünyada Amerika Birləşmiş Ştatlarının apardığı siyasətin nəticəsi olaraq Rusiya-Amerika danışıqlarının, Çin-Amerika danışıqlarının nəticəsindən asılı ola bilər ki, bu yarımçıq qayıtsın. Yarımçıq qalsın. Yekun olaraq deyirsiniz ki, bu Türk Dövlətlər Təşkilatı yarımçıq qalır. Hələlik hə. Yəni Mən Ceyhun müəllim indi söz götürəcəkdir, o üzrxahlıq eləyib bir fikir bildirim. Mən yanaşmam ondan ibarətdir ki, sizə də müraciət edirəm, bütün mediamız, Azərbaycana müraciət edirəm ki, hər kəsə. Biz bu məsələdə prosesi geri döndərmək istəyənlərə mane olaq, onlara dəstək verməyək. Biz o yolun axtaraq ki, necə qaytarmaq ola məsələlər. Mən çox əmin irəli aparaq. Fərəz mənim deyim, üstlərinə çox getməyək. Geri dönməyəcəkdir və mən əminəm ki, Türkiyədə yığılacaqlar ki, bu Türk Respublikaları rəhbərləri Azərbaycan prezidenti ilə Türkiyə prezidentinin ciddi şəkildə ikisinin tövrü ilə o prezidentlər ortaya konsensus gətirə biləcək bir tövr qoya biləcəklər. Buyurun Ceyhun müəllim. Hər halda düşünürəm burada bir neçə vacib məqamı biz nəzərə almalıyıq. Birinci, burada xüsusilə də son günlər Rusiya mediası, ekspertləri, ayrı-ayrı şəxslər və bizdə də belə bir tezis ortaya qoyulur ki, artıq Türk Birliyi bitdi. Bu kökündən yanlış bir məsələdir. Bəli. Əsr Türk əsridir, Turan əsridir. Bizim başqa alternativimiz yoxdur. O Türk respublikalarının da başqa alternativi yoxdur. Yəni başqa bir aspektdən mən düşünürəm ki, Rusiya buna sevinməməlidir. Əslində Avropa Rusiyanın qulağının dibində ona qarşı növbəti bir cəbhəni açdı. Yəni bu ekspertlər ki, bu fikirləri tirajlayırlar deyirlər. Yəni bayram edirlər. Bəli. Əslində məqsəd bizim bölgəmizdə bu cəbhənin açılması idi. Bunu edə bilmədilər. Getdilər oradan Mərkəzi Asiyadakılar. Mərkəzi Asiyadan Rusiyaya qarşı cəbhəni açdılar.
Eyni zamanda da Türkiyə qarşı cəbhəni açdılar. Yəni Türkiyəni zəiflətmək üçün və bizə gözdağı vermək üçün. Amma bu proses nə qədər uğurlu olacaq, mən düşünürəm uğurlu olmayacaq. Mənim başqa sualım. Yaxşı, bunlar istəyirlər ki, onların sərvətlərini daşısınlar, sahib çıxsınlar. Hansı yolla daşıyacaqlar? Rusiya mı? İranla mı? Yenə də hardan gəlib gedəcək? Azərbaycandan gedəcək. Yenə də onlar kimdən asılıdır? Bizdən asılıdır, Gürcüstandan asılıdır, Türkiyədən asılıdır. Ümumilikdə götürdükdə isə, yəni Türkiyə mətbuatının bu məsələni bir xəyanət kimi qiymətləndirməsi nə qədər əsaslıdır? Hesab edirəm, burada müəyyən bir əsaslar var. Yəni onların da, çünki burada təkcə Kiprlə bağlı məsələ deyil. Türkiyənin 550-ci məqətnaməni tanımasıdır Türkiyə. Türkiyənin özünün ərazisinə qarşı da bu məsələ var və onlar müəyyən bir öhdəliklər də götürüb. Əslində burada biz də bir yaxşı bir, əslində bu səsləndirilir. Madam ki onlar Cənubi Kipri tanıdılar, gəlsinlər Şimali Kipri də tanısınlar. Əllərində əsas var ki, biz bunu tanınmışıq. Gəlin də bunu tanıyın. Necə ki, cənab prezident açıq elan edir ki, biz Türkiyənin yanında, Şimali Kiprin yanındayıq, dəstəyimizi verir. Hesab edirəm, onların növbəti bir cəsarətli addımı da o ola bilər ki, onu etsinlər. Kifayət qədər siz gözləyirsiniz, onlar onu eləyər. Yəni mən gözləmirəm. Yəni burada bilirsiniz, mən sizə bir məsələni deyim. Süleyman Bayaq yaxşı bir söz dedi. Hətta onların özlərində başqa çıxış yolu yoxdur. Onların özlərinin başqa çıxışı yoxdur. Bir də burada mən sizə başqa məsələni deyim. Süleyman Fərəz müəllim dedi, Türkmənistan İran Bandarasar marşrutu da var onların planlarında. İran axı İranı onlar qəbul etmir axı. İran embargodadır. İran özü necə özəyində duran elə bu təşkilatın yaranma təşəbbüsü də Azərbaycandandır. Və əsas özəyində duran da Azərbaycan və Türkiyədir. Yəni sizcə bu anlaşmalı bir şey ola bilərmi? Əslində hansısa bir sürpriz gözlənilir. Mən sizə bir məsələni deyim də, əslində bu fikrin çox ciddi əsasları var. Nə üçün? Baxın, son bir neçə ildə cənab prezident dəfələrlə Orta Asiya respublikalarına səfər edib. Bəli. Və onlar Azərbaycan prezidentinin liderliyinə yüksək səviyyədə qəbul edirlər. Bəli. Xüsusilə Özbəkistan. Hamını başa düşürsən. Elə hamısı. Özbəkistan niyə? Hamısı Azərbaycana da səfər ediblər. Bizim aramızda onlarla strateji müttəfiqlik. Hətta üç tərəfli var. Türkiyə, Özbəkistan, Azərbaycan. Məsləhətləşmə. Son səfərdə böyük investisiyalar qarşılıqlı. Yox, ondan əlavə də, yəni qarşılıqlı siyasi məsləhətləşmələrlə bağlı bizim sənədlərimiz var. Ona görə sizin dediyiniz məsələ də kifayət qədər əsaslıdır və bu da əslində düşündürücüdür ki, Türkiyə rəsmi dairələri, rəsmi müstəvidə hələ ki bu məsələyə heç bir kəskin reaksiya vermir. Ümumiyyətlə mövqeləri yoxdur bax. Bəli. Əslində daha dəqiq desə heç bir mövqe yoxdur. Mövqe medianın mövqeyidir, Haber Qlobalın və digər kanalların mövqeyidir və bu mövqe də olmalıdır. Çünki hamının mövqeyi eyni olmaz. Ona görə burada sizin dediyiniz məsələni zaman göstərəcək. Mən düşünürəm ki, ola bilər. Mən düşünürəm ki, burada tərəflərin də məlumatı ola bilər. Və onlara yaxşı bir tələ, növbəti bir tələ də hazırlanır. Mənim onunla bağlı ehtimallarım çox yüksəkdir. Çox sağ olun. Ola bilər belə bir tələ. Zar bəy, mən təbii ki, biz istəyirik belə olsun. İstəyirik, amma sizin... Mən düşünmürəm ki, çünki cənab prezidentin ki, birbaşa Kipri müdafiə etməyi, bunların hamısının cavabı olaraq, yəni baxmayaraq heç bir tərəf rəsmi mövqe bildiyim, amma Azərbaycan prezidentinin von der Leyen haqqında, oradakı çıxış haqqında və Kipr olan dəstəyi artıq bir mövqe idi, qoyulmuşdu ortalığa. Türkiyə tərəfi ona görə hələlik mövqe bildirmək istəmir ki, Türkiyə tərəfi Avropa Birliyinə hələlik konfliktə getmək istəmir, mən düşünürəm. Aydındır. Cənab prezidentin mövqeyi həmişəki mövqeyidir. Bəli, həmişəki mövqeyidir. Bu məsələ ilə bağlı. Yox, bu məsələ yox. Onun ümumi Şimali Kiprlə bağlı olan mövqeyidir ki, Azərbaycan əvvəlki gündən bu günə kimi... Bir daha onu orada deməyi, qeyd eləməyi bir daha sübut etdi ki, biz fikrimizdən dönməmişik. Aydındır, çox sağ olun. Sizcə necə tələ ola bilərmi? Qazaxıstanda məlum hadisələr ki, baş vermişdi. Bəli. Onlar Rusiya ora girmək istəyirdi açıqda. Yəni bu məsələni bitirdi, Türk respublikaları yığıldılar. Xatırlayırsınız, ondan sonra dərhal Türk respublikalarının xüsusi təhlükəsizlik orqanları rəhbərləri və Xarici nazirlərinin rəhbərləri, nazirlər rəhbərləri Türkiyədə görüşdülər. Orada bir qərar verdilər ki, bütün xarici siyasətimiz və təhlükəsizlik siyasətimiz koordinasiya olunsun. Bəli.
Mən də hesab edirəm ki, altyapıda hansısa formada mütləq şəkildə məlumatlandırılıbdır. Proses də bugün təzə başlayan bir proses deyil. Bəli. Və mən elə çağırışlar edirdim ki, mütləq bunlar görüşməlidir falan. Mən gördüm ki, may ayının 13-də artıq təyin ediblər görüşü. Bu da əvvəldən danışılıbdır. Yox, Şuşada böyük bir summit olacaq. Bəli, orada böyük bir tədbir olacaq. O başqa Azərbaycan rəhbərliyinin olmalıdır növbəti Bəli, biz, amma qeyri-formal olaraq bir görüş müəyyənləşdiriblər ki, məncə məhz bu məsələdən bağlı müəyyənləşdiribdir və orada siz bayaq bir neçə dediniz ki, sürpriz qərarlar. Mən inanıram ki, biz bu qədər narahatıq və əgər bu yanlışın naxışa çevirmə yolunu axtarıqsa, birmənalı şəkildə o dövlətlər də, Özbəkistan da, başqası da bu məsələdə Türkiyə və Azərbaycan dinləyəcəklər. Azərbaycan prezidenti də ora gedəndə, Türkiyə prezidenti ora gedəndə, onların qarşılama mərasiminə baxmısınız, hansı formada qarşıladılar. Bu məsələdə xəyanət falan kimi adlandırırlar ki, Türkiyə tərəfdə. İndi başa düşmürlər, onlar çox aqressiv baxırlar, çünki Kiprə yavru vətən deyirlər. Ağırlı yerlərdir. Yavru vətəndir və onu hamı qoruyur. Həm də ora təkcə əhalisinə görə qiymətli deyil. Onun geocoğrafi siyasi mənasına görə oradakı yataqların kəşf olunması, orada mavi vətən uğrunda savaşda oranın əhəmiyyətinə görə ki, Türkiyənin Eci dənizini həbs eləmək istəyirdilər. Bu məna çox qiymətli bir yerdir. Türkiyədəki şərhləri başa düşmək olar. Amma Türkiyə dövlət başçısının, ya Hakan Fidanın ki, o bütün hər şeydən halidir, bilir ki, nə var, nə yoxdur. Susmaları bu altyapıda nələrinsə bizim mənafimizə uyğun şəkildə dəyişiləcəyinin işarəsidir. Qazaxıstanla bir cümlə soruşacağam. Bax, axırıncı Qazaxıstandakı görüşdə bilirsiniz ki, Qazaxıstan prezidenti Şimali Kipr prezidentinin iştirakına icazə verməmişdi. Mən bir şey ora, indi bir söhbət sözü qırmaq olmasın da, bu yaxında bir başqa şey də baş verdi. Lavrovla Qazaxıstan prezidenti arasında bir söz atışması oldu. Qazaxıstan prezidenti dövlətlərin müqəddəratı məsələsində Lavrov müqəddəratın dedi, bəli. Lavrov cavab verdi. Xalqların, millətlərin müqəddəratı əsaslı söz atışması oldu və orada cavab verildi ki, onda Qazaxıstan prezidenti ki, onda nə qədər xalq varsa, millət varsa, dövlət yaratmağa çalışırlar, xaos yaranar dünyada. Rusiya, dolayısıyla Qazaxıstanın şimalına Rusların gələcəkdə iddia qaldırmaq məsələsindən bağlı olaraq bir qığılcım saçmağa çalışır. Belə məqamda Qazaxıstanın və o Türk respublikaları haqqında ki, mən danışdım, bu manevrlər ola bilər ki, razılaşdırılmış şəkildə Türkiyənin və Azərbaycanın müəyyən addımlar atılsın, sığorta zənciri olaraqdan atılsın hər mənada. Mən ona görə bu məsələdə çox da ehtiyat eləmirəm. Və biz yalnız ictimai rəydə prosesin geri getməməsi üçün bizdən asılı onları eləməliyik sadəcə olaraq. Rəsmi mövqeyimiz də var, bizdə başqa dövlətlərdən daha rahatdır. Çünki Azərbaycan prezidentinin net şəkildə ortada mövqeyi var. Özə bu illərdir var. Məsələn, o Yunanistan səfirin qəbullərində ona bir sərt bir mövqe qoydu ortaya ki, Yunanistan Türkiyə qarşı münasibətində siz belə davranırsınız. Söysəydi onun abırlıydı da ki, Türkiyə olan münasibət bizə olan münasibətdir. Biz Türkiyənin dostuyla dost, düşmənlə düşmənik. O mənada bizim sübutləşmiş bir mövqeyimiz vardı. Və mən hesab edirəm ki, bu növbəti may ayındakı toplantı olacaqdır. Orada hər şey yaxşıya dəyişəcək. İnşallah. Turançaq məsələsində bu taleyin qatarını geri qaytarmaq mümkün deyil. Çox sağ olun, təşəkkür edirəm gəldiyiniz üçün. Əziz dostlar, dəyərli izləyicilər, daha bir canlı yayın buraxılışımızın sonuna gəldik. Sonunda bir damınızdan xahiş edirəm, yayın bəyənib paylaşasınız və mütləq öz mövqeyinizi də videonun altında yazmağı unutmayın. Sağlıqla qalın.